Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Belə maraqlı bir sualımız var. İstədim onun izahını çəkim sizə. 27-ci sualdır. MKN bölməsinin ətraflı yazılı olan bir suallardan biridir. Deməli, bu sualın izahını çəkmək istəyirik. Başlayaq suala baxaq. Deməli, deyir ki, bizə birləşmiş qapalı qabın sol qolu civə ilə doludur, sağ qolunda isə hava var. Kalkanı açdıqdan sonra sağdakı civənin hündürlüyünü soldakından 4 dəfə az olur. Sağ qoldakı havanın təzyiqi necə dəyişdiyini müəyyən etmək lazımdır. Birləşdirici boruların həcmi nəzərə alınmır, hər iki qolda hündürlük eynidir və temperatur sabitdir. Deməli, uşaqlar, biz buna birləşmiş qablar kimi baxacağıq. Necə baxacağıq uşaqlar? Birləşmiş qablar kimi. İndi ilk olaraq mən bunun hündürlüyünü elə rəqəm deyim ki, bizə daha uyğun olsun. Məsələn, bu S-lə 2S, S-lə 2S-in cəmi 3S olduğu üçün, məsələn, mən bunun hündürlüyünü framoy 12 sant deyə bilərəm. Yəni, mən 12 sant götürürəm bunun hündürlüyü. 12 sant götürün, 12 millimetr, nə işsiz yazın bura. 12 santimetr götürür bunun hündürlüyü. Mənə deyir ki, K kranını açandan sonra sağdakı civənin hündürlüyü soldakından 4 dəfə az. Yəni soldakı civənin hündürlüyü 4 dəfə çox imiş. Yəni civə məsələn bu kranı açandan sonra civənin hündürlüyü belə bir ki, sağ tərəfə yığılır axı civə. Düzdür? Sağ tərəfə yığıldığı üçün burada hündürlük azalır. Məsələn, düşdü bu hündürlüyə, yəni məsələn 4h-a, sağdakı civə sütunun hündürlüyü isə müəllim h imiş. Bizə belə yaz. Bu hissəni bildik. Civənin hündürlükləri biri 4h-dır, sol tərəf 4h-dır, sağ tərəf h-dır. Biz burada nəyi tətbiq eləməliyik? Birləşmiş qablarda həcm saxlanılır. Həcmin saxlanma qanunundan istifadə edəcəm. Bəs həcmin saxlanma qanunu diqqət harda tətbiq oluna bilər? Bunu deyim sizə. Deməli, bərk cisimlərdə və mayelərdə qaza tətbiq edə bilməzsiniz. Bunu yadda saxlayın. İndi bizdə civə maye olduğu üçün rahat şəkildə tətbiq edə bilərik. Deməli, birinci halda, yəni kranı açılmışdan qabaq hündürlüyüm neçə h idi müəllim? Yəni hündürlüyüm 12 idi. Yəni civənin həcmi, hündürlüyü vurmaq sahə 12 vurmaq s 12s bərabərdir. Deməli, 12s bərabərdir. Sonra nə olacaq? 4s vurmaq h, yəni 4h vurmaq s plus ikinci buranda hündürlüyü nəzərə almayında h vurmaq 2s. Buradan olacaq h-la s-ləri x-lara aparsam 6h bərabərdir 12-yə. H olacaq nə qədər müəllim? 2 metr. Yəni mən buradakı h-ın uzun hündürlüyünün olduğunu 2 santimetr. Nə istə yaza bilərsiniz? 2 santimetr demişik, santimetr olsun. 2 santimetr. Bunu da yazdıq. İndi birinci halda mənə havanın təzyiqi necə dəyişər, onu tapmaq lazımdır. Birinci halda hündürlüyüm neçə santimetr idi? Bunu bilirik də biz. Neçə idi? Yəni bu hündürlüyüm, yəni bunu bilirəm də. 12 santimetr. 12 idi. İndi bunun 2 santimetri civədirsə nə qədər qalacaq hava üçün? Hava yazaq bura, hava. 10 santimetr. Əvvəl 12 santdır, sonra 10 sant oldu. Neçə dəfə azaldı havanın hündürlüyü? 1,2 dəfə azaldı. Və temperatur sabitdirsə, biz burada deməli, yazacağım nə? PV bölü T yazacağıq. Klaperon tənini tətbiq eləyəcəm. Bərabərdir konustum. Burada qaz deyəndə ideal qaz nəzərdə tutulub burada əslində. İzotermik prosesdə təzyiqlə həcm bir-birinin tərs asılıdır. Əgər, yəni Boy-Mariyot qanunu yazdıq da burada. Əgər deməli hündürlüyüm, yəni həcmim hətta, yəni hündürlük həcm demək zaten, yəni V bərabərdir SH-da, S sabitdə, H-ı artıb azaldığında deməli həcmdə dəyişəcək də. Hündürlüyüm 1,2 dəfə azaldısa, yəni həcm 1,2 dəfə azaldısa, təzyiq 1,2 dəfə artacaq. Yəni təzyiqin 1,2 dəfə artacaq.